Hörmətli izləyicilərim, sizləri ürəkdən salamlayıram. Bugün məni ekskursiyaya dəvət ediblər MSB avtomatik qapı fabrikinə. Həmən bu qapı fabrikinin istehsalı olan qapılar 70% mənim təqdim etdiyim, yəni sizlərin evlərində, ofisində, bağında və s. obyektlərimizdə olan qapılardır. Sadəcə o qapıları siz satış mağazalarına almışsınız, amma Məştəqada yerləşən 2 hektar ərazidə olan bu zavodu çox güman ki görməmişsiniz. Amma mən sizə bu günləri burada olan qapıların istehsalatını, necə istehsal olduğunu yaxından təqdim eləyəcəm. Təqdimatımıza başlayaq. Bura vitrindir. Az öncə dediyim kimi burada çeşidlər hədsiz çoxdur. Səbirsiz insanlar üçün, gözəl insanlar üçün bir dənə qapı göstərəcəm sizə. 1.2 saniyə açılır. Belə bir şey yoxdur da. Ancaq bu zavodun istehsalı, dəyərli izləyicilərim. Çeşidlər də çoxdur. Dəmir var, şüşəli var, şlaqmanları var. Bir dənə pultu basım. Şlaqman binaların girişinə filan girmək üçün. Keçək digərləri sizə təqdim edeyim. Bu, varlı izləyicilərimin birbaşa villasında lazımlı bir şeydir ki, burada bir 10 dənə Defender Range Rover yanır və belə bir jaluz 10 metrli qapı qalxır. Çox möhtəşəm bir həzz verir də insana, dəyərli izləyicilər. Təsəvvür edin. Möhtəşəmdir. Keçək digərlərinə. Oxay, tənbəl malı deyir, dəyərli izləyicilərim. Bir yana baxın, hər şey pultla idarə olunur. Ağıllı sistemdə, evdən çıxmamış, qalstıqlı bərkitməmiş, bassan pulta, qarajın açılır. Maşının da yəqin ki, o maşındır da, xodlanır əvvəldən. Hazır petsat da qoşulur, əsaslı qış aylarında, canı rahat. Mən çox xoşuma gəldim. Dəyərli izləyicilər, bunun adı şüşəli qapıdır. İngilis dilində isə deyilir Full Vision. Bax bu qapı. Qəşəng. Biz artıq zavodun istehsalat sexlərinə keçid elədik, dəyərli izləyicilər. Burada olan işi, prosesi sizə yaxından tanış edəcəm. Bura növbəti sexdir. Dəyərli izləyicilər, deyilənlərə görə zavod işində olanlar bilərlər. Zavodun döyünən ürəyidir bu hissə. Çünki burada çox vacib işlər görülür istehsalata. Nümunələr üçün sizə indi operator göstərəcək. Sizin qapılarımızın panelləri bunlardandır, dəyərli izləyicilər. Bütün burada kəsilir, doğranılır, razmerə uyğun salınır. Növbəti sexdə keçək, oranı sizə göstərim. Burada nə işlər görür? Ustalar, nə iş görürsünüz burada? Qapıları nə inirsiniz? Qapıları içini yığırsınız burada. Yorulmayasınız. Panellər kəsilir. Əl qapısı açılır. Aha. Başqa? Ağsaqqal bir tutancaq idi, sıxıldı. Sonradan mən izah elədi. Deməli, dəyərli izləyicilər, müştərilərin qapısıdır. Burada opofkalanır, hazırlanır, maşına qoyulur, sifarişin birbaşa sifariş yerinə çatdırılır. Bu isə, əzizləyicilərim, zavodda çalışan personalların çalışmaq şəraitidir. Görürsünüz, yüksək səviyyəli şərait yaradıblar. Sağ olsun rəhbərlik. Keçək növbəti otağa. Çay stəkanları da MSB-dir, dəyərli izləyicilər. Hər şeyə fikir veriblər. Bu da onların öz işlərini necə sevdiyindən irəli gəlir. Bilirsiniz ki, mən sizə zəif bir şeylər təqdim eləmirəm, dəyərli izləyicilər. Yəni, onu reklam da eləmirəm. Ancaq səviyyəli, keyfiyyətli reklamlarsa təklif edirəm. İstəsəz almaq, qapınızı yeniləmək, dəyişmək,
Nömrə qoyacağam. Nömrəyə müraciət edin. Instagram səhifələrini də qeyd edəcəm. Orada yaza bilərsiniz. Ondan sonra buyurun gəlin mənim kimi ekskursiya eləyin, sifarişinizi verin. Narazı qalmayacaqsınız. Şəhərdə, nəinki şəhərdə, 20 ölkədə ən belə ad çıxarılmış qapı fabrikidir. Təşəkkür edirəm. Sağ olun, var olun.